Bütün hayatı boyu onun əkib becərdiyi, həmişə qulluğunda durduğu pambıq. Hələ pambıq yığan maşın yoxdur o zamanlar. Azərbaycanda qədimdən kollardan ağ qozaları təkəlli dərərdiler. O, iki əlli yığmağa başladı. Bu çevik və sürətli, yorulmaq bilməyən əllər isə sahibinin adını şöhrətləndirib əfsanəvi etdi. Süreyya Kərimova Ağdam rayonundakı Telman adına kolxozun manga başçısıdır. Əllə pambıq yığımında ilk dəfə olaraq görülməmiş rekord kazandığı o gündən 30 ildən artıq vaxt geçir. Ancaq bu gündə onunla yarışmağa hətta gənclər çətinlik çəkirlər. Baxmayaraq ki, yetirmələrindən 4'ü sosialist əməyi qəhrəmanıdır. Bir də Süreyya Kərimova övladlarını böyüdü. Demək onun həyatı həm zəhmətkeş, həm də ana hünərinin şanlı bir tarifidir. Ömürgün yoldaşı İskəndiyarla Əlbir 6 oğul və 4 qız ərziyə yetirib Süreyya. Bir də nənə ilə babanın 15 nəfər gül nəvəsi var. Семья любимой, в золотом краю радости нашла и мечту свою. Стране родимой, семье любимой, в золотом краю. Səməd Vurğunun Süreyya Kərimovaya həsr etdiyi bu mahnı bütün ölkədə məşhurdur. Sosialist əməyi qəhrəmanı adına Süreyya qəhrəman ana adını əlavə edib. Onun 10 övladının hərəsinin öz taliyi, öz cığırı var. Lakin hamısı üçün bu cığır doğma ana astanasından başlar. Onların hər birini qəlbinin hərarəti ilə isitmiş, həyat yolu isə balalarına həmişə nümunə olur. Torpağı sevməyi onlara analar öyrətmişdir. O torpağı ki, yedizdirib, geyindirib onların hamısını. Amma bu torpaq özünə qarşı həmişə qayğı, diqqət də tələb edib. Onun oğlu mühəndis meliorator Rafid Kərimov əvvəllər bar verməyən bu sahələrin beyaz ağ qızıl örpəyinə bürünəcək günü düşünür. Rafid Kərimovun yoldaşı Məlahət məktəbdə müəllimədir. Süreyya ilə İskəndiyarın beləcə asudə dəqiqələri çox az olur. Belə anlarda düşünməyə, nəvəni böyründə otuzdurub ən əziz xatirələrə qərb olmağa da vaxt tapılır. Axı onun çiyinlərinə Respublikanın ən qabaqcıl pambıqçılıq manqasının qayğıları ilə yanaşı, bir də deputatlıq borcu və başqa işlər də düşür. Bu məqamlarda Süreyya o birlərindən daha çox Kamilinin ağacına nəzər salır. Sanki onun uzaq diyardan gələn məktublarını ürəyində oxumağa başlayır. Görəsən, ölkəmizdə rahatlıq və dinç quruculuğun keşiyində möhkəm dayanmış oğulları olan neçə ana var. Oğlu Kamil ailədə, doğma kolxozda yaxşı zəhmət məktəbi keçib. Budur, indi isə ordu intizamına yiyələnib, əskər dostluğunun dəyərini bilir. Böyük qızı Raya Kərimova. Qaradağlı kəndində 10 nəfər qadın ölkəmizdə ən şərəfli ad olan qəhrəman ana adını daşıyır. Və hər bir körpə ilk nəvazişi kolxozun doğum evində böyük tibb bacısının əllərindən alır. Bu doğum evi SSR Ali Sovetinin deputatı olan anasının təşəbbüsü ilə tikilmişdi. Bir vaxtlar Raya öz kiçik bacı qardaşlarının dünyaya gəlməsini beləcə sevinclə qarşılayardı. Bu böyük ailədə hər bir sənət qədir qiymətlidir. Süreyyanın bir oğlu Rauf taksi sürücüsüdür. Həmişə yollardadır deyə kəndlərinin simasını gündən-günə dəyişməsini o xüsusilə görüb hiss edir. Bu geniş asfalt küçələrdən, abad xiyabanlarından keçdikcə kəndin şəhərə bənzəməsinin şahidi olur. Ana əməyi ölçülməzdir. Süreyyanın qızı Səadət 2 uşaq anasıdır. Özü də evdar qadındır. Səadətin əri Bakıda ali məktəb müəllimidir. Yazıcı, jurnalistdir. Məyər onun müvəffəqiyyətlərində həyat yoldaşının zəhməti yoxdurmu? Həqiqətən ailədə səmimiyyət yaratmaq, həmişə hörmət və məhəbbətlə ömür sürmək heç də asan məsələ deyil. Bu yüksək mənəvi keyfiyyətlər Kərimovlar ailəsinə xas olan xüsusiyyətdir. Rəşid Sovet milisinin adını şərəflə daşıyır. Vətəndaş adını qazanmış bu gənclər Sovet Azərbaycanının şöhrətli paytaxtının şanlı inqilab, döyüş və əmək ənənələri estafetini davam etdirəcəklər. Odur ki, öz təhsilləri, zəhmətləri, hər bir hərəkətləri ilə Bakını kommunist əməyi və məişəti şəhərinə çevirmək üçün qüvvələrini əsirgəmirlər.
Sürəyyəgilin ailəsində hərənin öz istedadı var. Hərə bir sahədə imkanlarını üzə çıxarır. Ana bütün uşaqları ilə fəxr edir. Amma kiçik oğlu Asifə xüsusi rəğbəti var. Heç savadsız kəndli qızının ağlına gələrdimi ki, oğlu ölkənin ən gözəl musiqi ocaqlarının birində, SSR xalq artisti Bülbülün adını daşıyan Bakı Musiqi Məktəbində oxuyacaq. Yəqin ki, bütün xalqların dilində bu misal çəkilir. Uşaqlar böyüdükcə dərdləri də böyüyür. Bugün Sürəyyanın uşaqları sevinç içərisindədir. Qızının toyudur. Beşiyi üzərində layla çaldığı günlər uzaqda qaldı. Sonra əyninə təzə don geyindirib məktəbə yollayıb. Sonra instituta. Nəhayət, ayı da birincilərlə ilk dərsini keçəndə sinif qapısı arxasında həyəcanla qulaq asıb. Qəribədir anaların həyatında bu toy günü. Fərəh də coşdurur. Həzin bir qüssə də oğalayır ana ürəyini belə günlərdə. Fərəhlənir ki, qızı öz səadətini tapıb. Bir qədər təəccüblü də görünsə, bu cavan oğlan, qızı kimi kənd məktəblərinin müəllimi də bugündən onun oğlu olacaq. O, xoşbəxt bir ailənin anasıdır. Ona görə ki, zəhmətin vacib və şərəfli olduğu bir ölkədə yaşayır. Elə ölkədə ki, uşaqların hər şeyi var. Doğum evləri də, körpələr evi də, məktəblər də, institutlar da. O xoşbəxtdir. Çünki onunla yanaşı, anasının tarlası ilə son beşiyi Aytəkin addımlayır. O Aytəkin, anası, gənc, çevik, onun kimi yorulmaz əllərinə bu gözəl torpağı etibar edəcək. Bu torpaqda isə Sürəyyanın övladları, nəvələri və nəticələri yaşayıb, daha işıqlı həyat